Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Oktyabrın 16-sına texniki az nəzər çatdırım. Yəni qızıl nə etdi? Yenidən bu qızıl qalxdı mı, qalxmadı sualına gəldiysə, təbii ki, yeni bir rekord, maksimum səviyyə vurdu. Bunu biz dünən axşam Telegram Signal kanalında elan etdi və 4202-lərdən alış əməliyyatlarının take profit isə 4234-lərə sonra 4282-lərə qədər iki əməliyyat verdi. Onlardan biri uğurla nəticələdi və qızıl 4242-lərə qədər qalxdı. Bundan sonra yenə qalxacaq mı, qalxmayacaq mı sualına gəldikdə isə təbii ki, yenidən ümumi istiqamət yuxarıdır. Yəni bugünkü gündəlik missiya, dünən gündəlik missiya 95 dollar idi, 80 dollar qalxdı. Bugün 96 dollardı və 45 dolların qalxıb yenidən 40-50 dollar qalxma ehtimalı var. Günün ikinci yarısından sonra enişlər bəlli olunacaq. Hələ ümumi istiqamət yuxarıdır. Hədəflər yuxarıdakı hədəflər. Biz demişdik hədəflər deyək ki, öz əksini tapdı və yenidən qalxacaq təqdirdə hansı nöqtələrə qədər qalxacaq? 4305-lərə. Ondan sonra 4389, 4390-lərə qədər yüksələcək. Yəni satış əməliyyatları bugün 4225-lərdən hələ ki, hazırki vəziyyətə görə belədir. Keçək Bitcoin-ə. Bitcoin hələ də təzyiq altındadır və biz müqavimət xəttini nəzər çatırsa, yəni bu baxsaq qrafiklərə, bu 113-400-lərdir. Satış əməliyyatları üçün isə 110-200-lərə diqqət etmək lazımdır. Təbii ki, bu bizim fikrimizdə, qərar sizin özünüzdür. Brent Oil Futures spotlar dünən bayi əməliyyatlarında mükəmməl bir nəticə verdi. Eyni zamanda satış əməliyyatlarında da qəşəng gəlirlər verdi. Və bugün alış əməliyyatları üçün 62-90-lara, satışlar isə 62-35-lərə diqqət etmək lazımdır. Euro dolar rəqabətli gəldikdə isə yeni bir maksimuma imza atdı və bu 1.16750 idi. Yəni bugün yenidən qalxacaq mı sualına gəldikdə isə təbii ki, ilk öncə 1.16300-lərə toxunub, oradan sonra yuxarı doğru istiqamətdən davam edəcək. Amma 1.16200-lər isə güclü dəstək xəttidir. Bundan aşağı formalaşda satış əməliyyatlarına yol açacaq. Və funtun dolar rəqabəti 1200 pips qalxdı dünəndən bugünə qədər, yeni bir maksimum 1.34-450-lərə qədər yüksəldi və korreksiya nöqtəsi 1.33800-lərdir. Yəni bu nöqtəyə toxunub və yuxarı doğru istiqamətə davam edəcək. Və 1.33650-lərdən aşağı formalaşsa, təbii ki, satışlardan qarşılaşacaq. Belə, Nasdaq S&P Dow Jones, Nasdaqda alış əməliyyatları dünən biz vermişdik, öz əksini tapdım və bugün 24820-lər Nasdaqda alışlar, S&P'də 6687-lər, Dow Jones'da 46384-lər və DAX'da isə 24200-ləri nəzərdə qaçırmaq olmaz. Belə, inşallah görüşmək ümidi ilə hələ bütün gündəmin fikri, zikri bütün traderlərin yəni fikri qızılda da qızıl bugün yenidən yüksəlişə doğru imza atacaq, yoxsa atmayacaq. Hələ ki, qrafiklərdən baxmaq lazımdır və çıxan xəbərlərdən. Amma son zamanlar Amerikada və deyək ki, Çində hansı bir xəbər çıxırsa, çıxmırsa qızıl buna heç bir reaksiya vermir və yuxarı doğru istiqamətinə davam etdirir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə biz keçək short videolara. Eyni zamanda Signal kanalı, Telegram Signal kanalı 079850025'ə yazın və bizim Telegram kanalına üzv olun. Siz də orada nələr baş verdiğini şahidi olun. Sağ olun, görüşmək ümidi ilə.